Bəzən insanlar elə düşünür ki, gördükləri qədərilə hər kəsi tanıya və sərhədsiz şəkildə yorumlaya bilərlər. Xüsusilə göz önündə olan birinə sanki hər mövzuya rəy yazmaq və qınaq etmək onların haqqıymış kimi davranırlar. Aktivsiz, hər şeyi bizimlə bölüşürsünüz kimi mesajlar tez-tez gəlir. Amma sizin gördüyünüz yalnız mənim paylaşmağı seçdiyim hissədir. Həyat sosial şəbəkədə gördüklərindən çox daha sadə, daha incə və daha həssasdır. Kimin nəyi paylaşdığı, nəyi özünə saxladığı bu heç kimin mühakimə etmək haqqı olmayan şəxsi bir seçimidir. Bəzən hər şey göründüyündən fərqli olur və insanın paylaşmadıqları onun üçün daha dəyərlidir. Mənim seçimim də budur. Həyatımın bir hissəsini sizinlə bölüşmək, digər hissəsini isə özümə saxlamaq. Bu nə səmimiyyətsizlikdir, nə də ikiyüzlülük. Bu sadəcə öz sərhədlərini qorumaqdır, hər bir insanın ehtiyacı olduğu kimi. Mən günün bir hissəsini kamera qarşısında keçirən, paylaşdıqlarının arxasında isə paylaşmadığı yüzlərlə duyğu, qərar, çətinlik və sevinci olan bir insanım. Paylaşmadıqlarım mənim üçün dəyərli olduğu üçündür. Və ən gözəl anlar əzizlərinin yanında telefonsuz, doyunca söhbət edə bildiyin anlardır. İndi isə icazənizlə qonaqlarımı qarşılamağa və dartdığımız söhbətləri tamamlamağa gedirəm.